Herkese salam, kanalıma hoş gelmişsiniz. Sevilen meyxanaçı Orxan Lökbatanlının ölüm xəbəri yayılıb bu barədə. Sosial şəbəkədə bir çox saytlar məlumat paylaşıb. Orxan Lökbatanlı isə həmin çarxlara, video görüntülərə video şəklində cavab verib və od püskürüb. Allah şəfa versin qeyd edək ki, Orxan Lökbatanlı boğazından əməliyyat olunub. Salam değerli dostlar, hamını salamlayıram buradan. Ben bildiğiniz kimi boğazımdan əməliyyat olmuşam, ona göre belki danışmağa icazə vermirlər. Ümumiyyətlə danışmağa icazə vermirlər. Ama bayaqdan telefonlar dayanmır. Bayaqdan bütün dostlar, doğmalar hamısı narahat olub. Hansı ne bileyim heysiyyətdən, şərəfdən, namusdan xəbəri olmayan hansısa kimsə bilmirəm. Mən onun nə ad qoyum. O Azərbaycanlı ola bilməz. Elə bir insan Azərbaycanlı ola bilməz. O Azərbaycanlı da o ilə Azərbaycanlı düşmanlıdır. Götürüb xəbər yayıb Orxan vəfat eləyim. Əvvəla dünyada hamımız bir gün öləcək. Ölümə ilə hər gün xatırlamaq lazımdır. Amma belə yalan məlumat yayıb bu qədər insanı narahat eləmək Ramazan ayının ilk günüdür, niyyət axşamıdır. Belə bir şərəfsiz, belə bir nətər deyim, ağıla sığmaz, yalan bir addım atan adamı mən ancaq bırakıram onun öz vicdanındakı məhkəmə ilə üz-üzə. Onu ancaq Allahla, Allah'a tapşırıram o adamı mən. Ne qədər insan alçaq olmalıdır ki, insanların hissləri ilə oynasın. Ay şərəfsiz sən, doğumun sən, ailən sən, anan, aton, ailən, uşağın yoxdur da deməli. Varsa da sən deməli belə şeylərin dəyərini anlamayan bir adamsın. Bax, iminli yalandan o xəbəri paylaşan adama deyirəm bu burada. Heç kim narahat olmasın. Çox üzr istəyirəm, ifadələrimə görə danışa bilmirəm rahat. Hər şey qaydasındadır, əməliyyatda gözəl bitib, hər şey yaxşıdır. Hətta həkimə evi də buraxıb, hər şey normaldır, heç nədən narahat olmasın.